Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğu günün başlanğıc tarixinə nəzər salacağıq. Bugün İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsinin 22-ci il dönümüdür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni bir mərhələ başladı. İllər sürətlə keçdi, amma tarix olanları yaddaşından silmədi. Qısaca xronikaya nəzər salanda belə nəfəsimizi çəkməli oluruq. Çox hadisələrə canlı şahidlik etdiyimiz üçün nələr qazandığımızın fərqindəyik və bunun hansı çətinliklərə başa gəldiyini də yaxşı anlayırıq. Fakt budur ki, düz 22 il bundan əvvəl oktyabrın bu günündə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu və bu başlanğıc təkcə ölkənin deyil, bölgənin taleyində də dönüş nöqtəsinə çevrildi. Azərbaycanda bütün istiqamətlərdə reformalara başladıldı. İqtisadiyyat dirçəldildi. Ordu quruculuğunda ciddi islahat aparıldı. Ən müasir silahlarla təminat, nizami ordunun yaradılması prosesi sürətləndi. Siyasi arenada ciddi müzakirə və danışıqlar, diplomatik gedişlər hadisələrin məntiqi nəticəsini nəhayət ki gətirib çıxardı. Azərbaycan hərbi meydanda öz sözünü dedi və son 200 ilin rekordunu təzələdi. İşğal altında olan torpaqlarımız azad olundu. Ölkə də, insanı da dərindən nəfəs aldı. Bax, 22 ilin uğurları belə başladı. Bölgədə daha bir reallığın təməli qoyuldu. Bəli, bəs bu qədər uğurlardan sonra dərindən nəfəs aldı mı dövlət? Yox, hələ qarşıda görüləcək işlərin çoxluğu məlum idi. Nəzərə alsaq ki, bu reallığı qəbul etmək istəməyənlər hələ də dişlərini qıcamışlar və geri çəkilmək istəmirdilər. Amma onun da öhdəsindən gəlindi. Dünyaya ağalıq eşqinə düşənlər siyasi iradə, əzm və gerçəklik qarşısında duruş gətirmədilər və etiraf etdilər. Özü də bir-bir. Təkcə 22 ilin geridə qoyduqları da bunlar. Azərbaycanla qarşı-qarşıya duranlar indi onun yanında yer almanı fürsət